Salam dostlar, kanala xoş gəlmisiniz. Sizdən gələn çoxsaylı istəklərə görə bu videonu çəkirəm. Artıq Changan Oşan X5 Plus Beyond Pro ilə 5000 kilometrdən çox yol getmişəm və bu müddətdə maşının həm müsbət, həm də mənfi tərəflərini daha yaxşı görmüşəm. Gəlin baxaq, 5000 kilometrdən sonra maşın məndə hansı təəssüratı yaradıb? İlk olaraq müsbət tərəflərdən başlayaq. Mühərrik güclüdür, sürətlənməsi yaxşıdır və xüsusilə sport rejimində maşın daha canlı olur. Xarici görünüşü müasir, salonu isə geniş və rahatdır. Avadanlıq kifayət qədər zəngindir və qiymətinə görə yaxşı komplektasiya təqdim edir. Elektron köməkçilər və təhlükəsizlik sistemləri yaxşı işləyir. Səs izolyasiyası və oturacaqlar da ümumilikdə razı salır. Ən əsası, 5000 kilometr ərzində heç bir ciddi texniki problem yaşamamışam. İndi keçək mənfi tərəflərə. Mənim üçün əsas çatışmazlıqlardan biri ayaqaltı və ambiyent işıqların olmamasıdır. Çin avtomobillərində bunlara artıq tez-tez rast gəlinir. Maşın biraz dinamik sürüşü sevir. Sakit sürəndə o qədər də zövq vermir. Aqressiv sürdükcə isə sərfiyyat artır. Tramplinlərdən çox yavaş keçmək lazımdır. Ön tərəf normaldır, amma arxa təkərlər keçəndə maşın bir qədər adamı atır. Böyük disklərin də bunda rolu ola bilər. Üzərində gələn 4 mövsüm radial təkərlər pis deyil, amma bir qədər sərt və səsli təkərlərdir. Sərfiyyata gələndə isə qarışıq rejimdə mənim göstəricim təxminən 7-8 litrdir. 120 km/s-dan yuxarı uzun müddət sürəndə 10 litrə yaxınlaşa bilir. Sakit və eko rejimində isə 5-6 litr görmək mümkündür. Ümumilikdə 5000 km-dən sonra maşının ən güclü tərəfi qiymətinə görə verdiyi güc, avadanlıq və görünüşdür. Növbəti videolarda isə maşının digər xüsusiyyətlərinə daha ətraflı baxacağıq. Görüşənədək.